Məsələlərdən biridir bu da. KH2 üzərinə gəlsin O2. Alınır KH2O. Deməli, qrafikdə su 0-dan qalxıb 8-ə. Biz buna əsasən hesablayırıq ki, və yaxud da bir də başqa bir şey də deyim, hidrogen baxırsınız 8-dən 0-a düşübdür. Yəni 8 molu sərf olunubdur hidrogen. Amma oksigen 6-dan hansı bir müəyyən nöqtəyə düşübdür. Deməli, burada artıq qalan nə olacaqdır? Oksigen olacaqdır. Bunu həm suya əsasən hesablaya bilərik, həm sərf olunan hidrogenə, fərq eləmir. Məsələn, sərf olunan hidrogenə görə hesablayırıqsa, 8 mol hidrogen sərf olunanda oksigendən nə qədər sərf olunur? X. 2 mol sərf olunanda isə 1 mol sərf olunur. Deməli, oksigendən nə qədər sərf olunur? 4 mol sərf olunur. 6 idi axı. 6-dan 4-ün çıxırıq. Qalır neçə mol yerdə? 2 mol oksigen. Bu artıq qalır. Əmələ gələn suyun molu 8-dir. 2 mol da hidrogen artıq, oksigen artıq qalıbdır. 8 mol, 2 mol, cəmsi bir yerdə 10 mol eləyəcək 24-də.